Salam əziz şagirdlər və dəyərli müəllimlər. Bugünkü bölməmiz yeni başlıqdır. Kvadrat köklər həqiqi üslü qüvvət bölməsinə başlayırıq. Deməli, birinci alt başlıq hesabi kvadrat kök və onun xassələridir. Həqiqi ədədlərdə öyrəndiyiniz qaydalardır uşaqlar. Birinci bölməsi bunun, yəni yeni bir şey yoxdur. A deyir 3-dən böyükdür. Biz nəyi bilməliyik? Kvadratla kök hər zaman gedir. Kvadratla kök. Cüt dərəcədir, düzdürmü? Cüt dərəcələr gedəndə ifadə qalacaq modulda. Onlar getdi, modulda yazırsınız. 3 çıx A, çıxılsın A, çıx 3. İndi A 3-dən böyük bir müsbət ədəddir. Məsələn, 4 kimi düşünün. 3-dən 4 çıxanda bu mənfi bir ədəd eləyir. Əgər ədəd modulun içərisindəki ədəd mənfidirsə, moduldan çıxanda əksinə çıxacaq. Əksinə çıxmaq 3 çıx A-nın əksi A çıxılsın 3-dür. Çıxılsın A, çıx 3 şəklində yaza bilərik. Əksinə çıxmağa həmçinin işarələri dəyişib mənfi 3 üstəgəl A da yaza bilərsiniz. Eyni şeydir. Deməli, bərabərdir. Mötərizəni açsanız, A çıx 3, çıx A çıx 3, A'lar gedir. Mənfi 3, mənfi 3 bizə verir mənfi 6-nı. Birinci testin cavabı olur D variantı. İkinci suala baxırıq. Kvadratla kök gedəndə ifadə modulda qalır, unutmuruq. Yazırıq modulda 15. Kvadrat kök getdi, ifadə qalır modulda. Modulda mənfi 10. Kvadratla kök gedir, ifadə qalır modulda. Əlinizi modulda yazmağa öyrəşdirin. İstəyir müsbət olsun, istəyir mənfi. Bir dəfəlik yadınızda qalsın. Modulda mənfi 12. Müsbət ədəd moduldan çıxır özü kimi. Mənfi ədəd əksinə, yəni 10. Burada 7 müsbətdə olduğu kimi sadəcə bu mənfi qarşısındakı mənfidir uşaqlar. Çıxılsın, o mənfi 12 də müsbət 12 kimi çıxır. Baxın 12. Deməli, bunların ikisini topladım 25. Mənfilərə də baxanda mənfi 19. 25-dən də 19 çıxanda 6 cavabınız olur D variantı. Üçüncü suala keçidik. Deməli, kvadratla kök getdi, ifadə modulda. 13. Kvadratla kök getdi, qaldı ifadə modulda. Kvadrat kök getdi, qaldı ifadə yenə modulda. Kvadrat kök getdi, ifadə qaldı modulda. Müsbət ədəd moduldan olduğu kimi çıxır. Mənfi ədəd əksinə çıxır. Əksi bunun 8-dir. Müsbət ədəd olduğu kimi mənfi ədəd əksinə. Mənfi 6-nın əksi 6-dır. Bu mənfi də buradakı mənfidir uşaqlar. Misalın öz şərtindəki. Müsbət mənfi 8-lər əks ədədlərdə gedir. 13-dən 6 çıxanda cavab qalır 7 A variantı. Dördüncü sualda vurmanın paylama qanunu tətbiq edəcəyik. Yəni, mötərizənin qarşısındakı ədədi bir dəfə buna, bir dəfə də bu ifadəyə vuracağıq. Və köklərin ikisi də ikinci dərəcədən kök olduğu üçün siz bir kökün altında vurma əməlini yerinə yetirə bilirsiniz. Vurulsun, baxın bunu, içəridəki kəsr ifadəni elə bu kökün içərisində yazacağım. Sonra çıxılsın, mötərizənin qarşısındakı ifadəni bu dəfə götürüb vururuq ikinci tərəfə. Nə oldu burada? 1,3'lər getdi, qaldı 7,5'in kvadratı. 7,5'lər getdi, 1,3'dən 2 dənədir, 1,3'ün kvadratı. Kvadratla kök gedir, ifadə modulda qalır. Modul yazmağa ehtiyac yoxdur, çünki onsuz da müsbət ədəddə olduğu kimi çıxacaq. 7,5'dən də 1,3 çıxanda cavab qalır 6,2 B variantı. Keçik 5-ci suala. Eyni cürdür, sərbəst işləyin uşaqlar, sonra mən yazandan yoxlayarsınız. Yaxşımı? 5. Deməli, yenə vurmanın paylama qanununa görə birincini, mötərizənin qarşısındakını birinciyə vururuq. Bir kökün altında vurma hüququnuz var, əgər köklərin dərəcələri eynidirsə. İndi bizdə kökün dərəcələri ikisi də kvadrat kökü olduğu üçün 2-dir. Ona görə bir kökün içərisində vura bilirsiniz. Yəni kökü bir dəfə yazmağınız kifayətdir. Sonra 9,2 vur 3,7-ni. 9,2 vur 3,7. Vururuq ikinci tərəfə. 3,7 böl 9,2-yə. 3,7'lər gedir. 9,2'dən 2 dənə olduğu üçün kvadratı çıxılsın. Burada da 9,2'lər gedir. 3,7'dən 2 dənə olduğu üçün kvadratı. Kvadratla kök gedir. Kvadratla kök gedir. Qalır cavab 9,2. Müsbətdir deyənə olduğu kimi çıxır uşaqlar. Çıx 3,7.
Bunun da cevabı olacaq neçə olur? 9 onda 2-dən 3 onda 7 çıxanda cevabımız olacaq 4. Bircə dəqiqə. 5 tam onda 5. 5 tam onda 5. Deməli. 6-cı suala baxırıq. Deyir ki, kəsr məxrəcini irrasionallıqdan azad edin. Məxrəci irrasionallıqdan, yəni kökdən azad etmək üçün bunu qoşmaya vurmalıyıq uşaqlar. Məxrəcdəki ifadənin qoşmasına həm sürəti, həm məxrəci. Bilirik ki, sürət və məxrəci eynidir də, vuranda və yaxud böləndə qiymət dəyişməz. Deməli, kökdə 5 çıxılsın kökdə 2-nin qoşması arada toplamı olanı olacaq. Ona görə buna vururuq ki, uşaqlar kvadratlar fərqi düsturunu yarada bilək. Məxrəc bir dəfə çıxıb bir dəfə toplayıbsa, kvadratlar fərqinin açılışıdır. Bax, bunun açılışı. Sürəti olduğu kimi yaz. Yenə sürəti olduğu kimi yazıram. Vurub açmayın uşaqlar. Belə misallarda əksər hallarda ixtisarlar gedir. Aşağıya fikir verin. Kvadratla kök getdi. 5-dən 2 çıxanda 3. Baxın, bu 3 ilə bu 3 ixtisar gedir. Yekun cavabınız kökdə 5, üstəgəl kökdə 2. Cavab C variantı. 7-ci sualla davam edirik. Eyni qaydada 1 bölünsün, kökdə 2, üstəgəl kökdə 3. İrrasionallıqdan azad etmək üçün qoşmasına vuracağıq. Kəsir xəttin uzatdım. Kökdə 3 üstəgəl kökdə 2 kimi düşünə bilərsiniz onu. Uşaqlar, böyüyün birinci düşünsək, kökdə 3 çıxılsın kökdə 2-yə vuraq ki, cavabımız müsbət olsun. Aşağı sizə yenə nə verir? Kökdə 3-ün kvadratı çıx kökdə 2-nin kvadratı. Yuxarını olduğu kimi yazaq. Bir də yazmıram. Aşağı kvadratlar gedir köklə, qalır 3 çıx 2. 3 çıx 2 də 1 deməkdir. Onda kökdə 2 çıx kökdə 3 çıxılsın kökdə 2-ni də 1-ə böləndə elə cavab qalır. Kökdə 3 çıx kökdə 2 C variantı. 8-ci suala baxaq. P bir mənfi ədəddir. P üstü 4'ü biz P kvadratının kvadratı kimi düşünə bilərik. Burada da kök altında P'nin kvadratı, aşağı P çıx 1. Uşaqlar, kvadratla kök getdi, kvadratla kök getdi. Kvadratla kök getdi, ifadə modulda qalar da. Aşağı ikincidə müsbət modulda P, məxrəcdə P çıx 1. Yuxarıya baxırıq. P mənfi də olsa, müsbət də olsa, kvadratı onsuz da müsbətdir. Burada P mənfidir, şərtdə verilibdir. Müsbət ədəddirsə birinci olduğu kimi çıxır, ikinci əksinə. Əksinə çıxmaq nə deməkdir? Bu mənfi keçir qarşısına. Bax, mənfi P kimi. Elə birinci P bir dənə mənfi ədəddir, qarşısına bir dənə də siz mənfi verirsiniz ki, cavab müsbət olsun. P çıxılsın 1. P-ni ortaq vuruq çıxarsaz P çıx 1, aşağıda yenə P çıx 1. Bunlar ixtisar gedir, cavab P. Uşaqlar, mənfi ədəd, P əgər mənfi ədəddirsə, qarşısına çıxır bu mənfi P ilə. Bu demək ki, məsələn, mənfi 2 moduldan çıxmalıdır. Siz bilirsiniz ki, bu mənfi ədəddir. Həmin o mənfini mənfi 2-nin qarşısına verirsiniz. Keçdi qabağa. Mənfi cavab verdi 2. Yəni, bunun müsbət bir cavab olması üçün qarşısına mənfi hökmən yazılmalı idi. Belə başa düşə bilərsiniz. 9-cu suala baxırıq. P üstü 4'ü yenə P kvadratının kvadratı kimi düşünəcəm. Sonra çıxılsın kök altında P kvadratı. Aşağının olduğu kimi P üstəgəl 1. Kvadratla kök gedəndə ifadə qalır modulda. Kvadratla kök gedəndə ifadə qalır modulda. Aşağı P üstəgəl 1. P'miz mənfi ədəddir. P mənfi ədəd olsa da kvadrat həmişə müsbətdir. P mənfidir. Müsbət ədəd moduldan çıxır olduğu kimi. Mənfi ədəd isə mənfini qarşıya verir. Yəni 2 dənə mənfi, müsbət P, məxrəcdə P üstəgəl 1. P-ni çıxarsanız P üstəgəl 1, məxrəcdə P üstəgəl 1, ixtisar cavab P. Y variantı. 10-cu sualla davam edirik. Uşaqlar, 20 bölünsün. Məxrəcdəki 20-ni elə 2 ədədin hasili kimi göstərək ki, birindən kök çıxsın.
80-i də eyni qayda ilə 80-i 16 vur 5 yaza bilərəm. Çıxılsın. Burada kökdə 1 yazıb. 1-dən kök 1 çıxır. Təkcə kök 5-i saxlaya bilərsiniz. 20-ni olduğu kimi yaz. 4-dən kök çıxır 2. Bax bu 4-dən kök çıxır 2. Qalır kök altında 5. Sonra 16-dan çıxır təzədən 4. Qalır kök altında 5. Burada 16 çıx. 1 böl kökdə 5. Bunlar ixtisar gedir 10. Bunlar ixtisar gedir 4. Deməli 10 böl kökdə 5. Çıx 4 böl kökdə 5. Çıx 1 böl kökdə 5. Ortaq məxrəciniz kökdə 5-dir. Sürət 10 çıx 4 çıx 1. Yəni 5 böl kökdə 5. Uşaqlar bunun da məxrəcin irrasionaldan azad etmək üçün qoşmasını vurun. Kökdə 5-in qoşması elə kökdə 5. Yuxarı 5 kökdə 5, aşağı kökdə 25 edir. Oradan da 5 çıxır. Deməli yekun cavabımız olur kökdə 5, B variantı. 11-ci sualda eyni qayda ilə yazırıq. 11. Deməli 10 böl kökdə 5 olduğu kimi. Çünki kökdə 5 çıxmır, sadələşmir. 20-ni biz 4 vurulsun 5 kimi düşünsək, 4-dən kök çıxır, qalır 2 kök altında 5 çıx. Sürətdəki 1-dən 1 çıxır kök, elə kök altında 5 qalır. Burada 2 ilə 5 yaparsanız 4. Qaldı məxrəclərdə kökdə 5, ancaq bunlar qalıb. Deməli, ortaq məxrəcimiz kökdə 5 olacaq. Sürətdə 10, çıx 4, çıx 1. Yəni 5 böl kökdə 5. Nə edirik? Məxrəcdə irrasional ədəd saxlamırıq. Sürəti və məxrəci kökdə 5-ə vururuq. Kökdə 5 də kökdə 5-ə böləndə, vuranda daha doğrusu 25 oradan 5 çıxır. Yekun cavabınız kökdə 5 olacaq uşaqlar. D variantı. 12-ci sualda x-in cavabı 10 kök altında 7-dir. Uşaqlar, rahat hesablayaq deyə gəlin onu salaq kvadrat kökün içərisinə. Kvadrat kökün içərisinə girəndə kvadrata yüksəlib girər. O da 100, 100-ü 7-yə vuranda kök altında 700. X-in cavabı kök altında 700-dür. Y-ə baxaq 0,7. İndi siz düşünün ki, x-i almaq üçün mən y-i nəyə vurmalıyam? Bir dənə a ədədi olsun da burada. Baxın, x-in cavabı kök altında 700-dür. Y-in cavabı 0,7-dir. Mən 0,7-ni nəyə vursam 700 edər. 1000-ə vursam vergül 3 vahid sağa sürüşməlidir axı. Amma kök altında 1000-ə. Çünki bir kökün altında vurma əməli yerinə yetirəcəyik. Deməli, kök altında 1000-ə mən 0,7-ni vurum ki, 700 alım. Deməli, uşaqlar, onda x-i y-lə ifadə etmək üçün, bax, bu 700 x-in cavabıdır. Bu y-in cavabıdır. 1000-i də siz elə parçalanmalısınız ki, 1000 100 vurulsun 10-dur da. Kök altında 100 vur 10 yazacağım. 100-dən kök çıxır 10. Bu birisi 10-da qalır kökün altında. Deməli, x-imiz nəyə bərabər imiş? Y-in 10 kök altında 10 mislinə. Cavab olacaq B variantı. Baxın, 13-də də eyni şeydir. Nə edəcəksiniz? A bərabərdir. Onu sal kökün altına. Kvadrat kökün içərisinə girəndə 100 olar. 3-ə vurarıq 300 kök altında. B də bərabərdir 0,3. Düzdürmü? İndi bizə deyir ki, A-nı B ilə ifadə elə. Yəni, A-nı almaq üçün B-ni nə isə vurmalısınız. 0,3-ü nə isə vurmalısan ki, B alınsın. 0,3-ü 300 etmək üçün gərək 1000-ə vuraq. Düzdürmü? Deməli, bu kök altında 300-ün qiyməti A idi. Kök altında 0,3 B idi. Bunu kök altında 1000-ə vurmalıyam. 1000-i də 100 vurulsun 10 kimi parçalasanız, 100-dən çıxar kök 10, o birisi 10 qalar kökün altında. Deməli, A bərabərdir, B vurulsun 10 kök altında 10. A bərabərdir, B vurulsun 10 kök altında 10, cavab Y variantı. Keçik 14-cü suala. 14-də nə edəyik uşaqlar? Kökdə 5-i ortaq vuruq çıxarda bilərik. Sürətdən kökdə 5-i çıxardıram. Qalır 1 üstəcə kök altında 4. Məxrəcdən kökdə 5 vurulsun kökdə 4 kimi parçalara ayırıb belə hasil şəklində göstərirəm. Sürətdən yenə kökdə 5-i çıxardıram. 1 çıx kök altında 4. Məxrəcə baxırıq kök altında 5.
Köhdə 5-lər ixtisar edir. Buradan da, buradan da. Qalanların sadələşdiririk. Köhdə 4-lərin yerinə 2 yazırıq. Burada da 1 çıxılsın 2. Bu 3 bölünsün 2 olur 1,5. Burada da 1-dən 2 çıxanda mənfi 1. 1,5-dən də 1 çıxanda cavabımız qalır 0,5. 0,5 2-də 1 deməkdir uşaqlar, düzdürmü? Cavab C variantı olacaq. 15-ə baxırıq. Yenə eyni qayda ilə uşaqlar 15-də köhdə 3-ü çıxardın ortaq vuruq. Çünki hamısı 3-ə bölünən ədədlərdir. Onda 1 çıx, kök altında 4 bölünsün. Köhdə 12-ni də köhdə 3 vur, köhdə 4 kimi aşağıda yazaq. Surətdən təzdən köhdə 3-ü çıxart. 1 üstə gəl köhdə 4, məxrəcdə köhdə 3. Bərabərdir. Köhdə 3-lər gedir, buradan da köhdə 3-lər gedir. 1 çıxılsın, köhdə 4-ün yerinə 2. Burada köhdə 4-ün yerinə 2 üstə gəl. 1 üstə gəl 2 şəklində yazırıq. Deməli, bu mənfi 1 böl 2, yəni mənfi 0,5. Üstünə də 3 gələndə cavabımız eləyəcək 2,5 şəklində. Cavab olur B variantı. 16-cı sualla davam edirik. Kvadratla kök gedəndə ifadəmiz qalır modulda. A çıxılsın, B üstə gəl. Bu 16-dan çıxır 4. A kvadratı ilə yenə kvadratla kök gedəndə ifadə modulda qalır. Bərabərdir. A 0, 0-dan kiçikdir, B 0-dan böyükdür. A mənfi 1 ədəd. Tutaq ki, mənfi 2 düşünün, B-yi tutaq ki, mənfi 1 düşünün, B-ni də 2 düşünün. A-dan B-yə çıxırsınız, yəni mənfi ədəddən müsbət ədəd çıxırsınız. Mənfi 1-dən 2 çıxdığınızı düşünün, bu mənfi 1 ədəddir. A-nız da mənfidir. Deməli, moduldan mənfi ədəddirsə ədəd əksinə çıxacaq. A çıxılsın B-nin əksi, elə birinci qarşısında bir dənə mənfi olanı olacaq. Mənfi keçir öz qarşısına. Eyni zamanda B çıx A da yaza bilərdiniz onu uşaqlar. Eyni zamanda 4 vurulsun, bu A-nın da mənfisi keçir öz qarşısına mənfi A. Açırıq mötərizələri mənfi A üstə gəl B, burada da mənfi 4A. Yəni B-ni birinci yazırıq, B çıxılsın 5A şəklində olacaq. B çıxılsın 5A. Deməli, B çıx 5A deyirsə, onda cavabı Y variantı olur. 17-ci suala baxırıq. 17-ci sualda uşaqlar, baxın, bir kökün altında bunları bölə bilərsiniz. Nəyə görə? Çünki köklərin dərəcələri eynidir. 4 üstə gəl kökdə 15, 4 çıx kökdə 15 yaza bilərsiniz. Və çıxılsın kök altında 15. İndi uşaqlar, bunun məxrəcin irrasionallıqdan azad etmək istəyirəmsə, 4 üstə gəl kökdə 15-ə vurmalıyım. Amma qiymət dəyişməsin deyənə yuxarını da 4 üstə gəl kökdə 15-ə vurmalıyım. Qoşmadır da bu ədədlər. Bunlar bir dəfə çıxmısınız, bir dəfə toplamısınız deyə kvadratlar fərqini verir. Yəni 4-ün kvadratı çıx kökdə 15-in kvadratı. Yuxarıda 2 dəfə 4 üstə gəl kökdə 15 yazmısınızsa kvadrat. Bu da kökün altında. Deməli, məxrəcə baxanda 16 çıxılsın 15, yəni 1. Kökün altında qalıb 4 üstə gəl kökdə 15-in kvadratı. Burada da çıxılsın kök altında 15. Deməli, kvadratla kök gedir. İfadə müsbətdir deyənə olduğu kimi çıxır. Və çıxılsın kənardakı kökdə 15 də yazıb islahlar aparsanız cavabınız olur 4. Onun da cavabı D variantı. Keçirik 18-ə. Bir kökün altında bölə bilərsiniz. 3 üstə gəl kökdə 18, daha doğrusu 8. Burada da 3 çıx kökdə 8. Çıxılsın 2 kökdə 2. Bərabərdir. İndi uşaqlar kökün altını irrasionallıqdan azad etmək istəyirsə qoşmaya vuracaqsınız. 3 çıx kökdə 8-in qoşması olacaq 3 üstə gəl kökdə 8. Yuxarıda 3 üstə gəl kökdə 8 vurulsun 3 üstə gəl kökdə 8. Çıx 2 kökdə 2 bərabərdir. Aşağıya baxırsınız 9, 3-ün kvadratı 9, çıx kökdə 8-in kvadratı gəlin belə yazım. Hətta bunu da 3-ün kvadratı yazım. Yuxarı 3 üstə gəl kökdə 8-in kvadratı. Çıxılsın 2 kökdə 2. Məxrəcə baxırıq 9 çıxılsın 8, yəni bu məxrəcin cavabı 1-dir. Onda sürətdə bu qalır da kökdə 8 və kvadratı.
Kvadratla kök gedir. 3 üstəcər kökdür 8. Çıxılsın. 2-nin kökünün altına salın 4. 4-ü 2-yə vuranda kökdür 8. Burada da kökdür 8-lər islah gedir. Cavab qalır 3. Olacaq B variantı. 19-dan davam edirik. 19 uşaqlar. 2 kök altında 18 olduğu kimi yazıram çıx. Buranın müxtəsər vurma düsturuna görə açacağım. Birincinin kvadratı üstəcər 2 vur birinci vur ikincinin hasili üstəcər ikincinin kvadratı bərabərdir. 2 kökdə 18 olduğu kimi yazıram. Kvadratla kök gedir, kvadratla kök gedir. Mötərizəni açacağım uşaqlar. Burada ancaq 6 qalır. Ona görə çıx 6. Bu 2 kök altında çıxma olacaq qarşısındakı mənfiyə görə. 2 kök altında 18. Sonra çıxılsın 3. 2 kökdə 18-lər gedir. Mənfi 6 ilə mənfi 3-də mənfi 9-u verir. Cavab C variantı. 20-yə baxırıq. Deyir vurğu kökün altına salın. İlkinci kökün içərisinin işarəsinə baxmalıyıq. Kök altı ifadə müsbət bir ədəd olmalıdır. 6 müsbətdir. Gərək B-miz müsbət ədəd olsun ki, mən müsbəti müsbətə bölüb müsbət alım. Demək, B müsbət bir ədəddir. Müsbət bir ədədi də kökün altına salanda, bax bunu kökün içərisinə salacaqsınız. Kvadrata yüksəldib salarlar. İçəridəki A böl B olduğu kimi, burada B-lər ixtisar gedəcək, qalacaq B vur 6, yəni kök altında 6B. Onun da cavabı D variantı. Keçirik 21-ə. A kök altında 7 bölünsün A-nı. Burada A-nı kökün altına salmalıyıq uşaqlar. A kökün içərisinə girəcək. A müsbət bir ədəddir çünki. 7 bölünsün A müsbət olmalıdır. 7-ni gərək müsbət ədədə bölüm ki müsbət olsun. Müsbət ədəddir. Kökün altına salanda kvadrata yüksələrək girəcək kökün altına. Və buradakı A-lar ixtisar gedəcək. A vur 7 qalacaq. A-nı da 7-yə vuranda cavabımız 7A olacaq. 7A A variantı. Keçirik 22-yə. B mənfi ədəddir. 0-dan kiçikdir. Kök altında 64. Vur A, vur B kvadratını kök altından çıxartmalıyıq uşaqlar. 64 kökdən çıxır 8 kimi. B-nin kvadratıdır. Kvadratik ifadə kökdən çıxanda modulda yazılar. Modulda B. 8-i modulda yazmağa ehtiyac yoxdur, amma yaza da bilərsiniz. Onsuz da müsbət ədəddir. Amma A kökdən çıxmır deyən olduğu kimi qalır. İndi bizə deyir ki, B mənfi ədəddir. Mənfi ədəd moduldan çıxanda qarşısına bir dənə mənfi verirlər. Çünki B mənfidir, biz də qarşısına bir dənə mənfi qoyuruq ki, onun cavabı ümumi müsbət bir ifadə olsun. Mənfini də lap qarşıda yazsaq, mənfi 8B kök altında A olacaq. Mənfi 8B kök altında C variantı. 23 deyir, dəyişənin hansı qiymətində ifadənin mənası var? İfadənin mənası olması üçün kökün altı həmişə 0-dan böyük bərabər olmalıdır. Yəni 5x böyük bərabər olmalıdır ondan, x də böyük bərabər olmalıdır 2-dən. X-imiz 2 və 2-dən böyük bərabər ədədlər sağ tərəfi xətt deyirsiniz. Yəni 2 müsbət sonsuzluq. 2 müsbət sonsuzluqda cavab D olacaq. 24-cü suala baxırıq. Kökün altı müsbət ədəd olsun ki, 0-dan böyük bərabər olsun ki, mənalı olsun. Deməli 5-i sağ tərəfə atırsınız. Hər tərəfi mənfi 10-a böləcəm. Uşaqlar yadınızda saxlayın. Bərabərsizliyin hər tərəfi mənfi bir ədədə böldüyünüz zaman, mənfilər getdi buradan getməyinə, amma bərabərsizlik işarəsi əksinə dəyişəcək. Və ixtisar etdiyiniz zaman alırsınız, x kiçik bərabərdir 2-də 1-dən. 2-də 1-dən kiçik ədədlər 2-də 1 buradadır. Bundan kiçik ədədlər deyirsə, sol tərəfi xətt deyir. Sol tərəfin adı mənfi sonsuzluqdur. Mənfi sonsuzluqdan 2-də 1-ə qədər bütün ədədlər ödəyəcək. O da eləyir D variantı. Keçirik 25-ci suala. Deyir ki, kök altında 2, çıxılsın 1, bir də kök altında 5, üstəgəl 1 aralığında neçə dənə tam ədəd var? Kökdə 2 çıxılsın 1-ə baxaq uşaqlar. Təqribi cavab yazacağıq. Nəyin kvadratı 2-yə daha yaxındır?
1'in kvadratı, düzdürmü? Artıq 2'nin kvadratı 4 edir. Deməli, 1-dən bir balaca böyük ədəddir bu. Çünki kök altında 1 yazmayıb. Kökdə 1 yazsaydı 1 olardı. 2 yazdığı üçün 1-dən biraz böyük ədəddir. Nə istəyirsiniz yaza bilərsiniz yanına. Yanında yazdığınız ədədin əhəmiyyəti yox. 4, 5, nə istəyirsiniz? Tutaq ki, 4 yazdım, dəyişdim. Çıxılsın 1 təqribi edir 0,4. Kökdə 5 üstə gəl 1. İndi baxacağıq 5-ə. Nəyin kvadratı 5'ə ən yaxındır? 2'nin kvadratı 5'ə ən yaxındır. Yazırıq 2 tam. Amma o 2'dən biraz böyük ədəd. Tutaq ki, onda 3 yazıram. 2 tam, onda 3. Üstünə 1 gəlirəm. O da eləyəcək 3 tam, onda 3. İndi bizə deyir ki, 0 tam, onda 4 ilə 3 tam, onda 3'ün arasında hansı tam ədədlər var? Hansı tam ədədlər olur uşaqlar? 1, 2 və 3. Neçə dənə soruşurdu? Sayın soruşurdu. O da eləyəcək A variantı 25'də. 26-cı suala baxıram. Deyir ki, kökdə 2 çıxılsın 5, bir də kökdə 2 üstə gəl 1. Kökdə 2 çıxılsın 5'in təqribi qiymətini hesablayaq. Kökdə 2'dən çıxır 1 tam nə qədərsə. Tutaq ki, onda 4. Yanına nə istəyirsiniz yazın. Önəmi yoxdur. Bunları çıxanda mənfi 3 tam onda 6 edir. Kökdə 2'nin üzərinə 1 gəlin. Kökdə 2'dən çıxır 1 tam nə qədərsə. Üzərinə də 1 gələndə 2 tam onda 4. İndi deyir ki, mənfi 3 tam onda 6'dan böyük, 2 tam onda 4'dən kiçik hansı tam ədədlər var? Mənfi 3 var, mənfi 2, mənfi 1, 0, 1 və 2. Bizdən sayın soruşur. 1, 2, 3, 4, 5, 6 dənə D variantı 26. Sonra keçirik 27-ci sual. Eyni sualdan 4 dənə yazıb uşaqlar. Belə onda da yorulur. Deməli, kökdə 3 çıxılsın 2, kökdə 7 üstə gəl 1. Kökdə 3 çıx 2 deyirsə, kökdə 3'ü təqribi götürə bilərik. 1,7 çıxılsın 2. Bu olacaq mənfi 0,3. O birisi kökdə 7 üstə gəl 1'dir. Kökdə 7 təqribi nəyin kvadratı 7'yə yaxındır? 3'ün kvadratı böyükdür, görürsünüz. 2'nin kvadratı ən yaxındır. 2 tam nə qədərsə, onda 8 yazın. Tutaq ki, yanında yazdığınız ədədin o qədər də əhəmiyyəti yoxdur. Bu eləyəcək 3 tam onda 8. İndi mənfi 0 tam onda 3 ilə 3 tam onda 8'in arasında hansı ədədlər var? 0, 1, 2 və 3. Yəni 4 dənə ədəd B variantı. 28'ə baxırıq. Kök altında 3 çıx 1, kökdə 5 üstə gəl 2. İndi kökdə 3 çıx 1 deyir. Təqribi qiymətə baxırıq. Kökdə 3 1 tam onda 7 deməkdir. 1 çıxanda qalır 0 tam onda 7. Kökdə 5 üstə gəl 2. Nəyin kvadratı 5'ə ən yaxındır? 2 tam nəsə yazırıq. Bu da eləyir 4 tam onda 1. Deməli, bunların ikisinin arasında hansı ədədlər var deyirsə, 1 var, 2 var, 3 var və 4 var. 4 dənə cavab D variantı. 29-cu sualla davam edirik. Deməli, içərdən başlayıb həll edəcəyiz. Uşaqlar, bu kök altında 9'dan çıxır 3. Qalanın yazın. Əslində şifahi görürsünüz. Bax, 3. Sadəcə başa düşməyənlər üçün daha ətraflı yazıram. Burada da kök var. Deməli, 4 üstə gəl kök altında 21. İndi buranın cavabı 16. 16'dan da bu kökü çıxsanız, neçə eləyir 16'dan kök çıxan 4. İndi içəri 25. 25'dən bu kökdən kök alsanız, qalacaq 5. 4'ün üstünə də 5 gəlin 9. Kökdə 9'dan da çıxır 3. Yəni nəyin kvadratı 9'da üçün C variantı. Eyni ilə 30'a baxırıq. Misalın əvvəlini yazıram. 32 üstə gəl kök altında 21 çıx. Bax, bu kökdə 4'dən 2 çıxır. 23'ün üstünə 23'ün üstünə 2 gələndə 25. İndi 32 üstə gəl 21 çıxılsın 25'dən kök çıxır 5. Bu 16, 16'dan kök çıxır 4. Kökdə 36 edir. Kökdə 36'nın da cavabı 6. Bu da olur A variantı. Keçirik 31-ci suala.
Dəyər ifadəsinin qiymətini hesablayın. Uşaqlar, o ifadəyə baxanda görürəm ki, hamısı 3-ə bölünən ədədlərdir. Ona görə kökdə 3-ə ortaq vuruq çıxardıram. Qalır, birinci tərəfdə 75-i 3-ə böləndə 25. 106-nı 3-ə böləndə 36, 48-i 3-ə böləndə 12. Yəni kökdə 3 vurulsun, kökdən 25-dən 5 çıxır, 36-dan 6 çıxır, 12-dən də, orada 12 nəyəsə düz yazmamışam. 3-ə böləndə 48-i, 12 yox, 16 düşür, düz bölək. 16, 16-dan da kök çıxır 4. Deməli, mötərizənin içərisi 11-dən 4 çıxanda 7, kökdə 3-ə də vuranda 7, kökdə 3 sizin testin cavabı olur B variantı. Keçik 32-yə. Deməli, 32 bunların ikisindən ortaq vuruq çıxarda bilməyəcəyiniz üçün ayrı-ayrı sadələşmə aparmalıyıq. 8-i elə bu 2 ədədin hasili kimi yazmalıyam ki, bir hissəsindən kök çıxsın. 27-ni də 9 vur 3 kimi yazsam 9-dan kök çıxar. Çıx 3, 48-i də 16 vur 3. Bir hissəsindən kök çıxmalıdır uşaqlar. Burada 4-dən çıxır 2. O birisi 2 qalır kökün altında. Bu 4 olduğu kimi 9-dan çıxır 3. 3 qalır kökün altında. Çıx 3. Bax 16-dan çıxır 4. Kökün altında qalır 3. 2 kök altında 2. Üstə gəl 4 dəfə 3 bura eləyir 12. Kök altında 3. Çıx. Burada da 12 kök altında 3. Bunlar gedir. Qalır cavab 2 kök altında 2. O da edir B variantı. 33-cü suala baxırıq. Hamısının eyni ortaq vuruq çıxırsa çıxarda bilərsiniz. Baxın, hamısı 2-yə bölünən ədədlərdir. Uşaqlar, 2-ni çıxardaq, kökdə 2-ni çıxardacaqsınız. Deməli, kökdə 2-ni çıxardanda kökdə 25 qalır. Üstə gəl 2 vurulsun, kökdə 16. Kökdə 2 çıxıb axa. Çıx kökdə 49. Deməli, 25-dən çıxdı 5. Üstə gəl 16-dan 4 çıxır, 2-yə vuranda 8. Çıx 49-dan çıxır 7. 5-in üstünə 8 gəldim 13. 7 çıxdım, daha doğrusu 5-in üstünə 8 gələndə 13. 13-dən 7 çıxanda 6. Kökdə 2 vurulsun 6 qalır. Onun da cavabı 6 kökdə 2, yəni D variantı. 34-cü sualla davam edirəm. Deyək, kökdə 13 ədədinin kəsir hissəsi. Kökdə 13-ün ilk öncə tam hissəsini tapmalısınız. Uşaqlar, kökdə 13 hansı ədədlərin arasındadır? Nəyin kvadratların arasındadır? 4-ün kvadratı ilə 3-ün kvadratının arasındadır. Düzdürmü? Çünki 3-ün kvadratı 13-ün kvadratına ən yaxın ədəddir. 3 tam, artıq 4 yaza bilmərik. 4-ün kvadratı çünki 13-ü aşır. 3 tam nə qədərdirsə bu. Nə istəyirsiniz yaza bilərsiniz. Tutaq ki, onda 7 yazıram. Uşaqlar, burada yazdığınız ədəd mahiyyəti yoxdur burada. Bizə tam hissə lazımdır. Tam hissə 3 tam onda 7-nin tam hissəsi 3-dür. Kəsr hissəsini tapanda biz nə demişdik? Ədədin özündən tam hissə çıxılır. Ədədin özü kökdə 13, çıx tam. İndi bizə deyir ki, bu ədədin kəsr hissəsi ilə, yəni kökdə 13, çıx 3 ilə. Kökdə 13 üstə gəl 3 ədədinin hasilini tapın. Bunlar kvadratlar fərqi düsturunu verir. Yəni kökdə 13-ün kvadratı çıx 3-ün kvadratı. Kvadratla kök gedir 13, çıxılsın 9 bərabərdir 4. Cavabınız olacaq A variantı. 35. Kökdə 19 ədədinin kəsir hissəsi. Kökdə 19. İlk öncə siz bunun tam hissəsinə baxmalısınız. Nəyin kvadratı 19-a ən yaxındır? 4-ün kvadratı. Çünki 16 edir. Amma bu 19 16-dan biraz böyük ədəddir. Ona görə yanına bir dənə kəsr yazmalısınız. Nə istəyirsiniz yaza bilərsiniz. 4 onda 2 ədədinin tam hissəsi olacaq elə 4. Kəsr hissəsini də tapanda ədədin özündən, yəni kökdə 19-dan 4 çıxılmalıdır. Bizə deyir ki, ədədin kəsr hissəsi ilə, yəni kökdə 19 çıx 4 ilə, kökdə 19 üstə gəl 4-ün hasilini tap. Bu bizə verir kvadratlar fərqi, yəni kökdə 19-un kvadratı çıxılsın 4-ün kvadratı.
Gedir 19 qalır. 19-dan da 16 çıxanda cavab 3. O da eləyir B variantı. 36-cı suala baxırıq. Kökdə 7 bölünsün. Kökdə 7 çıx kökdə 5. Bu kəsir xətdən uzadacağım uşaqlar. Hər kəsri, hər məxrəci özünün qoşmasına vuracağım. Və bunun qoşması nədir? Kökdə 7 üstəcək kökdə 5. Surəti də vuracağım. Kökdə 7 üstəcək kökdə 5-ə. Bu birincisi. Sonra çıx. Misalın davamını yazıram. Məxrəcidə deyir kökdə 7 üstəcək kökdə 5. Bunun qoşması olacaq kökdə 7 çıx kökdə 5. Yuxarı kökdə 5, qoşmasına vuracağım. Kökdə 7 çıx kökdə 5. Bərabərdir. İndi aşağıya baxsaz kvadratlar fərqini verir. Yəni kökdə 7-nin kvadratı çıxılsın kökdə 5-in kvadratı. Yuxarını vurub açaq. Kökdə 7-ni kökdə 7-yə vursaz kökdə 49, onun cavabı 7. Üstəcə kökdə 7-ni kökdə 5-ə vursanız kök altında 35. Çıx. Keçirəm sağ tərəfə. Yenə kökdə 7-nin kvadratı çıx kökdə 5-in kvadratını verir. Yuxarı kökdə 7-ni kökdə 5-ə vuranda kökdə 35. Sonra keçib kökdə 5-i kökdə 5-ə vuranda 5. 25 olur, ondan 5 çıxır uşaqlar. Məxrəcə baxaq. Kvadratla kök getdi. İkisində də. 7-dən 5 çıxanda 2. Hər ikisinin məxrəci 2 deyə bir dənə kəsirdə yazacağım. 7 üstəcək kökdə 5 çıx. Baxın, bunları mötərizə kimi düşünün. Çıxma varsa, çıxma bura təsir edəcək. Çıx kökdə 35 üstəcək 5 olacaq. Kökdə 35-də gedəcək. 7 ilə 5 12, 2-yə böl, cavab 6. Bu şəkildə. Kökdə 37. Ay, daha doğrusu sual 37. Tamam. Kökdə 13 bölünsün. Deyir kök altında 13, çıx kök altında 11. Çıxılsın kök altında 11, kök altında 10. Ortaq məxrəci də gətirə bilərsiniz bu arada. Bunlar qoşma ədədləri olduğu üçün gəlin ortaq məxrəci də yazaq. Biri digərinin qoşmasıdır zaten. Kökdə 11, bir dəfə də kökdə 13, üstəcək kökdə 11. Bunu vurmalısınız buna. Kökdə 13-ü kökdə 13-ə vur 13. Kökdə 13-ü kökdə 11-ə vuranda kökdə 13 vur 11. Bir kökün altında vura bilirsiniz. Sonra çıxılsın 11-i vurmalısınız bu məxrəcə. Kökdə 11 vur 13. Sonra kökdə 11-i kökdə 11-ə vuranda eləyəcək müsbət 11. Çünki ikisinin də qarşısında mənfi var. İndi surətə baxın, bunlar islah gedir uşaqlar. Bu kök axıra qədərdir də belə. 13-ün üstünə 11 gəlinə surətdə 24 alıram. Məxrəcə də baxsam kvadratlar fərqi düsturu. Yəni kökdə 13-ün kvadratı çıx kökdə 11-in kvadratı. Kvadratla kök gedir. 13-dən 11 çıxanda 2, 24-də 2-yə böləndə 12. Deməli, cavabınız C variantı olacaq. 3 bölünsün. 2 kök altında 3, çıxılsın 3. Qoşmasına vurub irəsənatdan azad etməliyik. Qoşması arada toplama olanı olacaq. Vurulsun 2 kökdə 3, üstəcəl 3. Məxrəcə baxsaz kvadratlar fərqini verir. 2 kökdə 3-ün kvadratı çıx 3-ün kvadratı. Sürət olduğu kimi yazıram hələ ki. Vurub aça bilərdik, amma bəlkə ixtisarcı edəcək axırda, ona görə açmıram. Sürəti yenə olduğu kimi yazsam. Məxrəcə baxsaq 2 kökdə 3-ün kvadratı, uşaqlar 2-nin kvadratı 4, kökdə 3-ün kvadratı 3. O eləyir 12. 12 çıxılsın 9. 12-dən də 9 çıxanda 3. Baxın, burada ixtisarlar getdi. Ona görə deyirdim ki, bayaq vurub açmayın orada. Yekun cavabınız 2 kökdə 3, üstəcəl 3 D variantı. Keçirik 39-a. 3 bölünsün 2 kökdə 3, üstəcəl 3. Deməli, bunu qoşmasına vursam, olacaq 2 kökdə 3, çıx 3.
Bu da 2 kökdə 3 çıx 3. Məxrəcə baxsaq kvadratlar fərqini verir. Yəni 2 kökdə 3-ün kvadratı çıx 3-ün kvadratı. Uşaqlar 2 kökdə 3-ün kvadratı edir 12. 3-ün kvadratı da 9. Yuxarı olduğu kimi yazıram. 2 kökdə 3 çıx 3. 12-dən 9 çıxanda 3 qalır. Demək ki, bununla bu gedəcək də ixtisar. Onda qalacaq yuxarıda 2 kökdə 3 çıx 3. O da eləyəcək C variantı. Keçirəm 40-a. Məxrəcdəki ədədlərə fikir verin. Biri digərinin qoşmasıdır. Belə olan halda ortaq məxrəcdə yaza bilərsiniz onları. Elə gəlin birbaşa yazaq. Kökdə 5 çıx kökdə 7 vurulsun. Kökdə 5 üstəcək kökdə 7 ortaq məxrəcimizdir. Birincisini buna vuracaqsınız. Vuranda uşaqlar eyni ifadəni birin digərinə vurursunuzsa bunun kvadratı deməkdir. Sonra ikinci tərəfdə də bu surəti götürüb bu məxrəcə vurursunuz. O da 2 dənə eyni ifadə olduğu üçün bunun kvadratı olacaq. Deməli, kvadrata yüksəldəndə kökdə 5-in kvadratı, birincinin kvadratı 5. Üstəgəl 2 vurulsun. Bunların ikisinin hasili 5 ilə 7-nin hasili 35. Üstəgəl kökdə 7-nin kvadratı 7. Davam edirik. Kökdə 5-in kvadratı 5 çıxılsın. 5-i 7-yə vuranda 2 kök altında 35, 2-yə də vurursaq. Üstəcək kökdə 7-in kvadratı 7. Aşağı isə bizə verir kvadratlar fərqin. Yəni kökdə 5-in kvadratı çıx kökdə 7-nin kvadratını. İndi sürətə baxsam 2 kökdə 35-lər gedir. 5, 5, 10, 7, 7, 14, sürət 24 uşaqlar. Aşağıya baxsaq kvadratla kök gedir. 5-dən 7 çıxanda -2. Cavab eləyəcək -12 B variantı. Keçək 41-ci suala. Deməli, 41-i də eyni uşaqlar. Məxrəcdəki ədədlərə baxsanız, onlar biri digərinin qoşmasıdır. Ona görə onların hasilini yazırıq. Kökdə 5, o birisinə də 9 çıxılsın kökdə 5. İndi bu 9 çıx kökdə 5-i 9 çıx kökdə 5-ə vurmalıyıq. Özünə vurduğum üçün kvadratı sayılır. Sonra 9 üstəcək kökdə 5-i yenə 9 üstəcək kökdə 5-ə vurmalıyam. Kvadrat bərabərdir. İndi kvadratları açsam birincinin kvadratı 81 çıxılsın. Onların hasillərinin 2 misli 18 kökdə 5. Üstəcək kökdə 5-in kvadratı 5 üstəcək. İndi təzədən orada 9-un kvadratı 81, üstəcəl 18 kökdə 5, üstəcəl 5-in kökdə 5-in kvadratı 5. Məxrəcə baxsanız 9-un kvadratı çıxılsın 5-in kvadratı. Daha doğrusu kökdə 5-in kvadratı uşaqlar. Deməli, yuxarıda 18 kökdə 5-lər gedir. 81, 81, 162. Üstünə 5-lərin cəmi, yəni 10 gələndə 172. Aşağı 9-un kvadratı 81, çıxılsın 5. Kvadratla kök gedəndə burada 5 qalır axı. O da 172 bölünsün 76. Böləndə ixtisar gedəcəkmi? Baxaq, ən azından 2-yə getdiklərini görə bilirik. 2-yə gedəndə 86, aşağıda 38. 2-yə getsə 19 və yuxarıda 43. Cavab olur C variantı. 41-ci sualla davam edirik. Kökdə 8 uşaqlar 4 vurulsun 2 kimi düşünsəniz, 4-dən kök çıxır 2, o birisi 2 qalır kökün altında. Qalanların yazırıq. Sürətə baxsanız 2 dənəsi ilə 3 dənəsini toplayanda 5 dənə kökdə 2 edir. Onu da 2 dənə kökdə 2-yə böləndə kökdə 2-lər gedir. 5-i 2-yə bölsəniz 2,5. Bizə deyək ki, 2,5 hansı 2 dənə ədədin arasındadır? Hansı interval o mənadadır? Təbii ki, 2 ilə 3-ün arasında bir ədəddir. O da A variantı olacaq. Mən bunun nömrəsinə 41 yazmışam uşaqlar. Bu 42-ci sualdır. Tamam, 43-ə baxırıq. 12-ni biz elə yazaq ki, bir hissəsindən kök çıxsın. 12, 4 vurulsun 3 deməkdir, düzdürmü? 4-dən kök çıxır 2, 3 qalır kökün altında. Aşağıya baxsaq 3 kökdə 3.
Yuxarı toplayanda 5 kökdə 3 bölünsün 3 kökdə 3. Kökdə 3'lər gedir, 5'i də 3'ə böləndə 1 tam 3'də 2. Deyir 1 tam 3'də 2 hansı ədədlərin arasındadır? Hara daxildir? 1 ilə 2'nin arasına. Cavab eləyəcək Y variantı. 44. 44'də artıq həqiqi ədədlərdən də biz bunu bilirik. Kvadratla kök gedəndə ifadəmiz qalırdı modulda. Kök altında 5 çıx 9. İndi bu mənfi ədəddir. Nəyə görə? Çünki 9 kökdə 81 anlamındadır. Kökdə 5 çıx kökdə 81 balacadan böyük çıxdığınız üçün mənfidir. Mənfi ədəd də əksinə çıxacaq. Əksi nədir? 9 çıxılsın kökdə 5 kimi. Deyək ki, bu ədəd hansı iki tam ədədin arasındadır? Təbii ki, təqribi qiyməti yazmalıyıq. Kökdə 5'dən təqribi çıxır 2'nin kvadratı 5'ə ən yaxında, amma 2'dən bir balaca böyük ədəddir. 2 onda 1 yaza bilərik. Bunları çıxanda 6 tam 10'da 9 eləyəcək. 6 tam 10'da 9 da hansı iki dənə ədədin arasındadır? 6'nın və 7'nin. 6 və 7 arasında bir ədəddir, D variantı. Deməli 45'də kvadratla kök getdiyi zaman ifadəni yazırsınız modulda. Kökdə 3 çıx 7. 7 kök altında 49 deməkdir. Kökdə 3'dən kökdə 49'u çıxmaq kiçik ədəddən böyük ədəd çıxmaq deməkdir. O da mənfidir. Mənfi ədəd olduğu üçün bu əksinə çıxacaq kökün altından ki müsbət olsun. Yəni 7 çıx kökdə 3. Bu da hansı iki qonşu tam ədədin arasında yerləşir? Bunu tapmaq üçün kökdə 3'ün təqribi qiyməti yazılmalıdır. 1'in kvadratı 3'ə ən yaxında, ona görə 1. Amma kəsirdən sonra nəsə bir ədəd yazmalısınız. Hansısa bir ədəd yaza bilərsiniz, fərq etməz. 1 tam 14 yazıram. 7 çıx 1 tam 14'ün cavabı olur 5 tam 10'da 6. 5 tam 10'da 6 da 5 və 6'nın arasında yerləşən bir ədəd. Yəni 5'dən böyük 6'dan kiçik cavabımız olacaq B variantı. 46'ya baxırıq. Kvadratla kök gedəndə ifadə qalır modulda. Modulda yazmağı unutmuruq. 25'dən 5 çıxır. A'nın kvadratından kök gedəndə də qalır yenə A modulda. Bizə deyib ki A sıfırdan kiçik bir ədəddir. A'nın üzərinə mənfi yazırıq. A mənfidir, B müsbətdir. Mənfi ədəddən müsbət bir ədədi çıxdığınızı düşünün. Məsələn, mənfi 7'dən 3 çıxdığınızı düşünün. Cavab mənfi olur. Mənfi ədəd olduğu üçün o əksinə çıxacaq. A çıx B-nin əksi olacaq B çıx A. Burada da mənfi keçəcək qarşıya, olacaq mənfi 5A. Baxın, öz işarəsi öz qarşısına keçir, belə deyək. Yekunda isə cavabımız B çıxılsın 6A, yəni C variantı olur. 47'yə baxırıq. A deməli A sıfırdan kiçikdir. B də sıfırdan böyükdür. Yəni A mənfidir, B müsbət. Yenə kvadratla kök gedir. İfadəni yazırsınız modulda. 4'dən burada kök çıxır 2. A kvadratından kvadratla kök gedir. A qalır modulda. Deməli A çıxılsın B yazmalıyam. A mənfi bir ədəddir. Mənfi ədəddən müsbət bir ədədi çıxıramsa cavabım mənfi olur. A mənfidirsə yazdım. A mənfi ədəddir moduldan, daha doğrusu bu hissəyə baxın. A çıx B mənfi ədəddir moduldan çıxacaq əksinə. Mötərizə yazmağa ehtiyac yoxdur. A çıx B-nin əksi olacaq B çıx A. Burada da mənfi qarşıya keçir. Mənfi 2A olur. Yəni B çıxılsın 3A. B çıx 3A'nın da cavabı Y variantı 47. 48 yeni sualdır. Demək 1'in qüvvəti 11'də, birinin 22 uşaqlar. Kökdə 24'də olduğu kimi yazıram. Çıx 5'i də olduğu kimi yazıram birinci tərəfi. İkinci tərəfi kökdə 3, üstə gəl kökdə 2, üstündə 2, sonra üzərində 11 yazıram. Bax 22'ni 2 vur 11 kimi parçaladım. Birinci mötərizənin yenə olduğu kimi 24 çıxılsın 5, üstü 11. Buranı kvadrata yüksəltməliyəm. Kvadrata yüksəldəndə birincinin kvadratı kökdə 3'ün kvadratı 3. Üstə gəl 2 vurulsun onların hasili kökdə 3'ü kökdə 2'yə vuranda kökdə 6. Üstə gəl kökdə 2'nin kvadratı. Üzərində də 11 var. Kökdə 24 çıx 5. Buna baxanda isə bax 2 kök altında 6, 2'ni kökün içərisinə salanda 4, 6'ya vuranda kökdə 24 edir. 3 ilə 5'i də 2'ni də toplasanız 5.
Bunların ikisinin də üzərində 11 varsa, siz bunu mötərizəyə alıb ümumi qüvvətində 11 yaza bilərsiniz. Mötərizənin içərisi sizə verəcək kvadratlar fərqi, yəni kökdə 24-ün kvadratı çıx 5-in kvadratı. Qüvvətində də 11 var. Kvadratla kök gedir 24, çıxılsın 25, üstündə də 11. 24-dən 25 çıxanda -1, -1-in üzərində 11. Yəni 11 dəfə -1 öz-özünə vuranda cavabınız yenə -1 eləyəcək Y variantı. Keçirik 49-cu suala. Baxın, birinciyə bu kökü işləyirik. Bu kökü işləmək üçün belə eləyək də uşaqlar. Gəlin ayrı-ayrı köklər şəklində yazaq onu. Ki, mən ortaq məxrəci gətirəcəm. Bax, bu kök bölünsün, bir də bu kök. Sürət və məxrəc. İndi içərisində birində var kökdə 7 üstəcək kökdə 6. Məxrəcdə kökdə 7, çıx kökdə 6. Ayrı-ayrı yazıram. Çıxılsın, yenə buranı da ayrı-ayrı köklər kimi yaza bilərik. Kökdə 7, çıx kökdə 6. Məxrəcdə kökdə 7, üstəcə kökdə 6. Sürətlə məxrəci ortaq məxrəci gətirsəm, kök altında kökdə 7, çıx kökdə 6. Bir kökün altında vura bilərik. Kökdə 7, üstəcə kökdə 6. Yazıb ümumi kökü bağlaya bilərsiniz. Sonra bunu buna vuranda ikisi eyni ifadə etdiyi üçün kökdə 7 üstəcə kökdə 6-nın mötərizə kvadratı yaza bilərsiniz. Bunu da buna vuranda ikisi də eyni ifadə olduğu üçün kökdə 7 çıx kökdə 6-nın kvadratı yaza bilərsiniz. Kvadratla kök gedir, kvadratla kök gedir. Sürətdə qalır kökdə 7, üstəcə kökdə 6, çıxılsın kökdə 7. Qarşıdakı mənfi təsir etdiyi üçün bu eləyəcək üstəcə kökdə 6. Məxrəcə baxanda kvadratlar fərqin verəcək. Kökdə 7-nin kvadratı, çıx kökdə 6-nın kvadratı, amma bir dənə də kökün içərisində. Yuxarıda kökdə 7-lər gedir, kökdə 6-dan qalır 2 dənə. Məxrəcə baxdıqda kvadratla kök getdi, kvadratla kök getdi. 7-dən 6 çıxırsınız, qalır 1, o da kökdə 1. Kökdə 1-dən 1 çıxır, yekun cavabınız kökdə 6 olacaq. Yəni 2 kökdə 6 daha doğrusu A variantı. Keçirik 50-ci suala. 1 bölünsün. Uşaqlar, 12-ni 4 vur 3 kimi düşünsəm, 4-dən kök çıxır 2, 3 qalır kökün altında. 27-ni 9 vur 3 kimi düşünsəm, 9-dan 3 çıxır, o birisi 3 qalır kökün altında. Çıxılsın 5, kökdə 2, çıxılsın. İndi baxırıq bura. Kökdə 3 olduğu kimi yazıram. 48-i 16 vur 3 kimi düşünsəm, 4 kök altında 3. Bu da 5 kök altında 2 çıx. 4 bölünsün 5 kökdə 2. Bura baxanda 2 kökdə 3, 3 kökdə 3, 5 kökdə 3'dür. Çıxılsın 5 kökdə 2. Çıx 1 bölünsün. Baxın kökdə 3, kökdə 3, 5 kökdə 3, üstəcə 5 kökdə 2. Çıx 4 bölünsün 5 kökdə 2. Məxrəcə baxanda nə görürük? Məxrəcdə bunların ikisinə baxsanız qoşma ədədlərdir. Qoşma ədədlərdirsə elə onların hasillərini yaza bilərik. 5 kökdə 3 çıx 5 kökdə 2. Bir dəfə də 5 kökdə 3 üstəcə 5 kökdə 2. Bunların ikisindən işləyəcəyik. Bu biri buna vuranda özü olduğu kimi. Çıx mənfi biri buna vursanız işarələrini dəyişib yazacaqsınız. Çünki mənfidə də vurursunuz. Çıxılsın 4 bölünsün 5 kökdə 2 uşaqlar. 5 kökdə 2. Bunun da sürətin və məxrəcin kökdə 2-yə vuraq ki, məxrəc irəsənaqdan azad olsun. Yuxarı baxanda 5 kökdə 3-lər gedir. 5 dənə kökdə 2 ilə 5 dənə kökdə 2 olur 10 dənə kökdə 2. Məxrəcə baxsaq kvadratlar fərqin verəcək. 5 kökdə 3-ün kvadratı çıx 5 kökdə 2-nin kvadratı.
Çıx 4 köhdə 2 bölünsün. Aşağıya baxsaq, köhdə 2-ni köhdə 2-yə vuranda 2. Baxaq. 10 köhdə 2 bölünsün. 5 köhdə 3-ün kvadratı uşaqlar. 5-in kvadratı 25, 3-ə vursanız 75. 5 köhdə 2-nin kvadratı, 5-in kvadratı 25, köhdə 2-nin kvadratı 2, vuranda onları 50. Sual biraz yorucu sualdır. 2 köhdə 2 bölünsün 5. İndi yuxarıya baxsanız 10 köhdə 2 bölünsün 25. Çıxılsın 2 köhdə 2 bölünsün 5. Ya ortaq məxrəci gətirə bilərsiniz, ya birinci tərəfi ixtisar edə bilərsiniz. İxtisar etsən 5-ə, qalır 2, burada da 5. Yəni 2 köhdə 2 bölünsün 5. Bundan təzədən 2 köhdə 2 böl 5-i çıxırsınızsa cavab 0. Yəni bu boyda misalı həll etdik və cavabı 0 aldıq. 51-ci suala baxırıq. 1 bölünsün 5 kök 3 çıxılsın 18-i 9 vurulsun 2 yazırıq. Yəni 3 kök 2 olacaq. Çıx 8-i 4 vur 2 kimi yazsanız 2 kök 2. Çıx 1 bölünsün kökdə 27-ni 9 vurulsun 3. Yəni 3 kök altında 3 kimi yazacağım. 12-ni 4 vurulsun 3 kimi yazanda 2-ni kənara keçirdirəm. 2 kökdə 3. Üstəcə 5 kökdə 2. Çıx 4 bölünsün 5 kökdə 2. 1 böl aşağı eləyəcək 5 kökdə 3 çıxılsın 3 kökdə 2-nin 2 kökdə 2 5 kökdə 2-ni verir. 3 kökdə 3 2 kökdə 3 5 kökdə 3 üstəcə 5 kökdə 2. Çıx 4 bölünsün 5 kökdə 2. Uşaqlar, daha balaca ədədlərlə işləmək istəyirsinizsə, bunların hamısından 5-i ortaq vuruq çıxardıq da işləyə bilərsiniz. Çaşdırmayacaqsa gəlin elə gedək. Və hamısı 5-ə bölünən ədədlərdir. 5-i ortaq vuruq çıxarsanız məxrəcdən. Onda qalır 1 bölünsün kökdə 3, çıx kökdə 2. Çıxartmamış da gedə bilərdiniz. Amma çıxardım daha sadə işləyək də yormasın bizi. Çıx buradan da 4 bölünsün kökdə 2. İndi 5-də 1 vur. Baxın, bunların ikisini ortaq məxrəci gətirəcəyik. Kökdə 3, çıx kökdə 2 ilə, kökdə 3 üstəcək kökdə 2-nin hasili qoşma ədədlərdir onsuz da. Biri buna vuranda elə özü olduğu kimi. Çıxılsın, mənfi biri də buna vuranda çıx kökdə 3, mənfi verəcək müsbət kökdə 2-nə. Deməli, kökdə 3-lər gedir, kökdə 2-ləri toplayanda 2 kökdə 2. Məxrəcə baxsanız, kvadratlar fərqi verirsə, kökdə 3-ün kvadratı 3, kökdə 2-nin kvadratı 2. Bunu da irrasionallıqdan azad etsəniz, sürət və məxrəci kökdə 2-yə vurmalısınız. Məxrəc 1 edir, 2 kökdə 2-ni 1-ə böləndə 2 kökdə 2 çıxılsın. Burada kökdə 2-ni kökdə 2-yə vursanız 2. Elə bir ki, belə yazaq da, buranın cavabı 2-dir. 4 ilə 2-ni ixtisar aparın, 2 kökdə 2. 2 kökdə 2-dən 2 kökdə 2 çıxanda 0, 0-ı 5-də 1-ə vursanız 0, cavab yenə də 0, Y variantı. Keçi 52-yə. Onda 9, baxın bunu belə yazaq. 0,9-u, onda 9. 2 tam onda 5-dir də o. O da onda 25 deməkdir. 14 tam onda 4. Nə eləyəcək? Onda düzgün olmayan kəsi çevirəndə 144. Deməli 9-dan kök çıxır, amma məxrəcdəki 10-dan çıxmır, qalır kökün altında. 25-dən kök çıxır, məxrəcdəki 10-dan çıxmaz. 144-dən çıxır 12, bu qalır kökdə 10. Məxrəc uşaqlar ikisi hamısında kökdə 10-dur. Onda sürətləri toplayacaqsınız. Toplayanda da 20. Nə etməlisiniz? Məxrəci rəsənaqdan azad etmək üçün sürəti də məxrəci də kökdə 10-a vurmalısınız. O da eləyəcək 20 kök altında 10 bölünsün. Kökdə 10-u kökdə 10-a vuranda 10. Cavab eləyəcək 2 kök altında 10.
53-cü sualda eyni qayda ilə yazırıq. Uşaqlar, baxın. 10-da 9-u belə yazaq. 3 tam 10-da 6 deyir də. 3 tam 10-da 6. O 3'ü 10'a vurub üzərinə 6 gələndə 36 bölünsün 10 deməkdir. 12 tam 10'da 1. 12 tam 10'da 1. 10'da 121. Deməli 9'dan çıxdı 3. Kökün altında 10 olduğu kimi qalır. 36'dan çıxdı 6. 10 olduğu kimi. 121'dən 11. 10 olduğu kimi. Onda kök altında 10. Yuxarılar toplasanız 3. Üstəgəl 6. Üstəgəl 11 eləyir 20. Sürəti və məxrəci kökdə 10'a vurun ki, irrasionallıqdan azad etmiş olasınız. Kökdə 10'u kökdə 10'a vuranda 10. Aşağı 20 kökdə 10. İxtisar edində cavabınız 2 kök altında 10 və Y variantı. Dördüncü sualla davam edirik. 3 dənə ifadə var. Üçünün də cavabı hesablanmalıdır. A bərabərdir. Kökdə 5, üstəgəl 1 bölünsün 2 çıx kökdə 5. Uşaqlar, bu köklü hissəni öz qoşmasına vurun. 2 üstəgəl kökdə 5'ə yuxarını və aşağını. 2 üstəgəl kökdə 5. Deməli, məxrəc bizə verəcək 2'nin kvadratı çıx kökdə 5'in kvadratı. Sürət 2 üstəgəl kökdə 5. Burada kökdə 5'in kvadratından kök gedəcək. Cavab qalacaq birinci tərəfdə kökdə 5, üstəgəl 2 üstəgəl kökdə 5 məxrəcdə. Burada 2'nin kvadratını yazmağı unutmuşam. 2'nin kvadratı çıx kökdə 5'in kvadratı. 4 çıx 5, yəni mənfi 1. Uşaqlar, yuxarını da mənfi 1'ə bölmək, o demək ki, işarələrini dəyişib yazacağıq. Və burada köklər gedir, cavab qalır mənfi 2. Mənfi 2 köksüz bir ifadə olduğu üçün rasional bir ifadədir. Keçirəm B'yə. Bizdən hansısa irrasionaldır soruşur. İrrasional, yəni tərkibində kök qalan. Deməli, A deyil. A olanlar çıxdı. B'yə baxırıq. Kök altında 3. Çıxılsın, 1 bölünsün, 2 çıxılsın, kökdə 3. Bu köklü hissəni öz qoşmasına vuracağım. Məxrəci və sürəti. Deməli, 2 üstəgəl kökdə 3'ə vuracağım. Kökdə 3 vurulsun. Məxrəc kvadratlar fərqi burada çıxmadı. 2'nin kvadratı çıx kökdə 3'ün kvadratını verir. Sürət hissi 2 üstəgəl kökdə 3. Bərabərdir. Kökdə 3 çıxılsın. 2 üstəgəl kökdə 3 bölünsün. 4 çıxılsın 3, yəni məxrəc 1. 1'ə böləndə də ifadəni olduğu kimi qalır. Amma buradakı mənfi bu hissəyə təsir etdiyindən burasını düz yazaq. Kökdə 3 çıx 2 çıx kökdə 3 olacaq uşaqlar. Burada da köklər gedəcək. Cavab qalacaq mənfi 2. Yəni bu da rasional oldu. Rasionaldırsa B variantı da getdi. B olan da getdi. Qalır bir dənə Y. Cavabınız Y olacaq. Gəlin göstərək həqiqətən C'dəki ifadənin irrasional olduğunu. Eyni qayda ilə kökdə 10'u yazırsınız. 1 böl kökdə 10 üstəgəlsin 3 ifadəsini, sürət və məxrəcini qoşmaya vururuq. Kökdə 10 çıx 3'ə. Kök altında 10 üstəgəl kökdə 10'un kvadratı çıx 3'ün kvadratı. Sürətdə də kökdə 10 çıx 3. Burada bununla yox, bununla bu gedir. Kökdə 10 üstəgəl yuxarı uşaqlar kökdə 10 çıx 3. Aşağıya baxsanız kvadrat kök getdi qaldı 10. 10'dan 9 çıxanda 1. İfadəni 1'ə böləndə özü qalar. Kökdə onları toplayanda 2 dənə kökdə 10 çıxılsın 3. Həqiqətən də irrasional ifadə bu imiş. Yəni tərkibində kök qalan bir ifadə. Cavab oldu Y variantı. 55'i də eyni qayda ilə yazmalıyıq. A'ya baxırıq. Kök altında 11 üstəgəl 2 bölünsün. Bu səfər rasionalları axtaracağıq uşaqlar. Yəni köksüz qalan ədədləri 3 çıx kökdə 11. Deməli bunu vurmalıyam 3 üstəgəl kökdə 11'ə ki, irrasionallıqdan azad edim. Sürəti də 3 üstəgəl kökdə 11'ə vururam. Məxrəc eləyəcək 3'ün kvadratı, bu 11 olduğu kimi yazıram. 3'ün kvadratı çıx kökdə 11'in kvadratı. Sürəti də vurub açaq 6 üstəgəl 2 kökdə 11.
Ya da vurub açmayaq. Niyə vurub açaq ki, ixtisar gedəcək məxrəcdən uşaqlar saxlayırıq. Məxrəcə fikir verin. Məxrəc bizə verir 9 çıx kvadratdan kök gedəndə 11. 9-dan 11 çıxanda -2. 2 ilə -2 ixtisar gedəndə mənfi qalır orada. Mənfi də təsir etdiyi üçün kökdə 11, bax mənfi bu mötərizəyə təsir etdiyindən -3 və mənfi kökdə 11 yazılar. Və bunun cavabı qalır -3, yəni rasional köksüz bir ədəd. Biri A-dır. Keçirik B-yə. B-də deyir ki, kök altında 10 çıxılsın, 1 bölünsün, kök altında 10 çıx 3. Bunu vurmalıyam qoşmasına. Kökdə 10 üstəgəl 3-ə. Sürəti də vurursunuz. Kökdə 10 üstəgəl 3. Məxrəc bizə verir kvadratlar fərqi düsturun. Qarşıdakı kökdə 10 olduğu kimi kvadratlar fərqi, yəni kökdə 10-un kvadratı çıx 3-ün kvadratı. Yuxarıda da kökdə 10 üstəgəl 3. Məxrəcə baxsanız kvadratlar gedir köklə. Kök altında 10 çıxılsın. Burada qalır kökdə 10 üstəgəl 3. Məxrəcdə 10 çıxılsın 9. Yəni 1. Məxrəcin cavabı 1-dirsə, sürət olduğu kimi qalacaq. Mötərizədə düşünün. Sadəcə olaraq qarşısında mənfi olduğundan o mənfi işarəyə təsir edib çıx 3 olacaq. Kökdə onlar gedir -3, yəni rasional. A-nı da B-ni də rasional aldıq. Deməli, cavabımız A variantı olacaq. C-ni bir də yazmıram. Uşaqlar, eyni qayda ilə gedəcəksiniz. İrrasional bir cavab alacaqsınız. 56. Biraz özünüz də əziyyət çəkmək lazımdır. Düzdürmü? Özünüz də işləyin, öyrənin. Artıq 5 dənəsi yazıldı. Birini saxladım sizə. A-nın cavabına baxırıq. A bərabərdir 2 bölünsün. Kök altında 13 çıx kök altında 12. İrrasionallıqdan azad edək. Bunun üçün qoşmasına vururuq. Kökdə 13 üstəcə kökdə 12-yə vurulur. Məxrəc bizə verir kökdə 13-ün kvadratı çıx kökdə 12-nin kvadratını. Kvadratla kök gedir. Yuxarı qalır 2 vurulsun. Kökdə 13 üstəcə kökdə 12. Aşağı 13-dən 12 çıxanda 1. 2-ni 1-ə böləndə elə 2, yəni yuxarını 1-ə böləndə özü olduğu kimi qalacaq. Yəni 2 vurulsun kökdə 13 üstəcə kökdə 12. Ehtiyac olarsa bunu açarıq uşaqlar. İndi B-yə baxın. B-də deyək kökdə 13 böl 4 üstəgəl kökdə 3 bölünsün 2. Ortaq məxrəci gətirsən biraz sadələşər. Bunu 2-yə vurmalıyam. Olacaq kökdə 13 üstəgəl 2 kökdə 3. 2 kökdə 3 də uşaqlar. 2-ni kökün altına aparıb salsanız 4, 4-ü çavursanız kökdə 12 deməkdir. Böl 4. Fikir verin, bizə deyir ki, A-nın B-nin ifadəsini yazdı. İndi A-nın cavabı 4 vurulsun. Bu kök altında 13 üstəgəl kökdə 12-dir. B-nin cavabı kökdə 13 yazmış. Kökdə 13 üstəgəl kökdə 12 böl 4. Mən sizdən soruşuram ki, A bərabərdir. B-ni neçəyə vursam A alınar. Yəni əmsalda 2 vuruq yaranır. 8-ə deyil, 8-dən 4 üstə gedir. 2 vurulsun. Kök altında 13 üstəgəl 12 alınır. Bunda nə yazıram? A bərabərdir. 8 vuraq 5. Yəni B-ni 8 vurur. O deyir A bərabər. Bu yeni sual uşaqlar əvvəldə baxaq deyilməkdə. Başqa bir suala oxşuyur. Kök altında 2 üstü 10. Üstəgəl 2 üstü 6 çıx 3. Bölünsün 31. Niyə bilərik? Bu da çox maraqlıdır. 2 üstü 10 olduğu kimi düşünürəm hələ ki uşaqlar. Bir fikir var ağlımda. Gəlin bununla gedək. Alınmasa başqa bir şey sınayarıq. 2 üstü 6-nın 2 üstü 5-ini ayırıram. Çünki bu onunla əlaqə yaransın da. 2 üstü 10, 2 üstü 5-in kvadratı da axar. Bunu da bir dənə də 2-yə təzdən vurmalıyam ki 2 üstü 6 pozulmasın. Bax bu yeni 2 üstü 6-dır. İndi bunun üzərinə mən nəsə əlavə edib çıxmalıyam ki bizə kvadrat versin. Deməli bu 2 üstü 5-in kvadratıdır. 2 vur 2 üstü 5. Üstünə gərək 1 gəlim ki kvadratı versin. Təsəvvürmə düşsün. 1 əlavə etmişəmsə gərək 1 çıxım. Çıx 3. Alınan oxşuyur belə. Demək neynədir?
2 üstü 6'nın yerine 2 vurulsun 2 üstü 5 yazdım. Sonra üzerine bir geldim, bir tuttum. Sırf 2'de olduğu için yazdım. Niye göre üzerine bir cevap tuttum? Bu hisseye bakın. Bir birin kvadratıdır. 2 üstü 10'u da siz 2 üstü 5'in mötəzədə kvadratı yazabilirsiniz. Gördünüz mü? Təsəvvürmə düşürüldü. Yəni 2 üstü 5 üstə gəl 1'in kvadratının açılışıdır. Hasillərin ikincisi də burada verilir. Çıxılsın, indi 1 ilə 3 də sizə 4'ü verir. 4'ü mən 2'nin kvadratı kimi göstərə bilərəm. Yuxarının kvadratlar fərqi kimi açsam 2 üstü 5 üstə gəl 1'dən bir dəfə 2 çıxmalıyam. Bir dəfə də 2 üstü 5 üstə gəl 1'in üzərinə 2 gəlməliyəm uşaqlar. Aşağıya baxsam 31. 5'in cavabı 32'nin üstüne 1 gəlib 2 çıxsam 11 32. Burada da yine 2 üstü 5 32'dir. Üstüne 1 üstüne de 2 gəlsəm 30 30 35. Bölünsün 31 31'lə bir istifadə edib kalıpsız tarafında 30. Yeni ifadə. Geçi 58'e. Deməli, kökdə 2'ni bunların ikisine de vuracağıq. 3 kök altında 32'ni kökdə 2'ye vuranda kök altında 64. Sonra buna vurursunuz. 2 tane toplanan var da. Bir toplananınız bu, biri de bu. 4 saxlıqsı olduğu için uşaqlar 18'den 2'nin yəni kök altındakı ifadələri 1 vurursunuz. Burada sadə bir ifadə alınır. Kökdə 64'dən 8 çıxdı, 36'dan 6 çıxdı. Burada 24'dür, burada 24. Testimizin cevabı olur 48. 59 4 kök 3'ün tam hissəsini soruşur. 4'ü kökün içərisinə daxil etməliyik. Ədəd kökün içərisinə girəndə kvadrata yüksələr. 4'ün kvadratı 16, 3'e vuraram 48. İndi 48 də düşünməlisiniz ki, nəyin kvadratı 48'e ən yaxındır? 6'nın. Çünki 7 artıq 48'dən böyükdür də 7'nin kvadratı. Ona görə bu 6 tam nə qədərsə, tutaq ki, onda 9 yazıram, 7'yə çox yaxın ədəd. 6 tam onda 9'un da tam hissəsi eləyəcək 6. Cavabımız 6 və 60'a baxırıq. 5 kök 2, yenə eyni qayda ilə 5'i salırsınız kökün içərisinə. 25 olur, 2'yə vurursunuz, cavabı 50. Nəyin kvadratı 50'yə ən yaxındır? Təbii ki 7'nin 49 eləyir. Amma bu 50 7'dən biraz böyük olduğu için bura nəsə yazmalısınız. 7 onda 1 yazıram tutaq ki. 49 50'yə çox yaxındır deyə kəsir hissəsinə balaca bir ədəd yazdım. İndi deyək ki 7 onda 1'in tam hissəsini tap, onda tam hissəsi olacaq elə 7. Keçək 61'i yazmağa. 61'də deyək ki x-imiz 5 ilə 9'un arasında bir ədəddir. Kvadratla kök gedəndə ifadə qalırdı modulda. Bunu unutmayın uşaqlar. Yenə kvadratla kök gedəndə ifadə qalır modulda. 5 ilə 9'un arasında bir ədəd düşünün. Tutaq ki 7. 7'dən 9 çıxsanız birinci tərəf mənfi bir ədəddir. 7'nin üstünə 5 gəlsəniz ikinci tərəf müsbət. Mənfi ədəd moduldan çıxanda əksi çıxacaq. X çıx 9'un əksi 9 çıx x. Gələk 9 çıx x yazarsınız ki o müsbət olsun da uşaqlar. Və burada da x-ləriniz islah gedəcək. Biri mənfi müsbət. 9 ilə 5'in cavabı 14. Testin cevabı olur 14 və bu başlığın son 2 sualı qaldı. Onlara da baxırıq. Bu yenidir uşaqlar. Yeni. Yuxarıdakına baxaq. Yuxarıdakı yeni deyil. Kvadratla kök gedir, ifadə qalır modulda. Kvadratla kök gedir, ifadə yenə modulda. Və bizə deyir ki, x 5 ilə 9'un arasında bir ədəddir. 7 götürsək, bu müsbətdir. 7'dən 9 çıxanda bu mənfi. Müsbət ədəd moduldan çıxır olduğu kimi mənfi ədəd çıxır əksinə. Və burada x-ləriniz islah gedəcək. Mənfi 5'in üstünə 9 gələndə 4. Deməli, cavabımız 4. 63'ə baxaq. Deyir ki, AB və BA 2 rəqəmli ədədlərdir. Uşaqlar 2 rəqəmli ədəd olduğu üçün bunların açılışını necə yazırdıq? Birincini natural ədədlərdən bilirik. 10A üstə gəl B kimi. İkincini B onluq mərtəbəsidir 10B, A təklik mərtəbəsi də elə təkcə A yazırsınız. Və bunları topladığınız zaman 10 dənə A burada, bir dənə A burada, 11 dənə A üstə gəl 11 dənə B. Sonra nə edə bilərik? 11'i ortaq vuruq çıxarda bilərik. A üstə gəl B.
Bunu sadələşdiririk. Deyir ki, bu ədədi rasional olsun uşaqlar. Bu rasional olması üçün gərək kök çıxsın. Kökün altındakı bu ifadədən elə bir ədəd olsun ki, kök çıxsın. A, B ədədi neçə fərqli ədəd olmalıdır? 11-i nəyə vursan kök çıxar? 11-i 11-ə vursaq kök çıxar, düzdürmü? Deməli, A üstəgəl B-imizin cavabı 11 olsun ki, mən kök altında 11 vur 11 yazanda o 121 edir də, 121-dən 11 çıxsın və rasional olsun. A üstəgəl B cəmi 11 olmalıdır. Cəmi 11 olan ədədlər, rəqəmləri cəmi 11 olan ədədləri yazmalıyıq. Məsələn, A ilə B ancaq rəqəm olmalıdır 1-dən 9-a qədər. Hansı ədədlərin cəmi verir 11. Onunla 1 yaza bilmərəm, bir rəqəmli olmalıdır. 9, 2 yaza bilərik. 8, 3, sonra 7, 4, 6, 5, 5, 6, çünki 65 başqa bir ədəddir, 56 başqa bir ədəddir. Tərsinə də çevirib yazacağıq bunları. Demək, rəqəmlərin yerini dəyişəcəyik. 5, sonra 4, 7, 3, 8 və 2, 9. Neçədən ədəd oldu? 92, 83, 74, 65, 56, 47, 38 və 29. 8 dənə ədəd tapırıq. Deməli, bu başlığı bitirdik. Növbəti izah n-ci dərəcədən kök, həqiqi üslü qüvvət və onun xassələri, ədədlərin müqayisəsi olacaq. Özünüzə yaxşı baxın. Hələlik.